Dünən Bakıda keçirilmiş mini futbol üzrə dünya çempionatı başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə komandanın oyuncularını, məşqçilərini, mütəxəssislərini, Mini Futbol Federasiyasını və bütün bu qələbədə iştirak etmiş insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci qazandırmışsınız. Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda belə güclü mini futbol üzrə oyuncularımız var. Çempionatı izləyənlər öz gözləri ilə bizim oyuncularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son 4-ünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydancasında bütün rəqibləri üstələmişsiniz. Və eyni zamanda gözəl komanda ruhu nümayiş etdirmişsiniz. Və oyuncular görürəm ki, bir-birinə çox bağlıdır, bir ailə kimidir. Və əlbəttə ki, bu komandada hökm sürən bu gözəl ab-hava, iqlim, bu həm qələbələrinizi şərtləndirən amillərdən biridir. Eyni zamanda bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Həm oyunu gimnastika arenasında izləyənlər, həm də ki, televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, bu qələbəyə siz layiqsiniz. Və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, idman arenalarında biz qələbə qazanan